Gəlmirsəz? Yox, yox. Çox təşkil. Mən taşı bax qərarlıyım. Yoldaşa deyirlər bir xatir olur. Biraz uzaşır. Mən bir dənə xahişim var gəlmək için xatir edeyim. Xahişəm yoldaşlarımızın törənlərində yaz, toy, hər nəmin olandan biz ancaq belə çətin çoxluq olur var yoldaşlarım. Hamısı da zəhmət çəkirlər, işləyirlər, faalırlar. Mən çəkirlər, pul xərclər, hamının əməyi var. Çəkən, çəkməyən, yəni bu zindan çəkən üstündür. Yəni heç bir söhbətlər yoxdur. Hamımız sorumlu yox, böyle olur. Mənim zamanından yoldur. Çünki mən onun altına burada görüşmüşüm. Davamlısı olaq, gözəlcəsinə. Ancaq tək mənim zamanının gəlməyə yığışmaq şərtlər. Bəlkə bir çox dostlar deyək, gəlməyiblər. Ancaq əsas bizə olan mənim zamanının yoludur. Ne olacaq da? Ola bilər, gəlməyə çətinlik olar. Mən bir dənə xahişim var ilə hamı dostlardan. Biz ancaq milli hərəkət olaraq hamımız, tüm qollarla bərabər, biz bəlkə məsələn, ola bilər, mən elə əzim əlimdən, yoldaşım, yaşam, dostlar, hər kəs mən tanıram. Ay Mərdanə ürəyən eləməz, ay Mərdanə deyirəm. Bəlkə ola bilər, 2-3% bizim ixtilaf səliqəmiz də olar. Ancaq mən xahişimdir, bizim 90-95-dən də bəlkə yuxarı faizdə biz ortağımız vardır. Xahiş edirəm, o iftiraq mühtəvəccəsi bizə çəkməsinlər yoldaşlar. Ne olacaq da? Olar da, şu da olar, çətinlik də olar. Bunu mən elə hamımızdan bir kiçik qardaş kimi, bir yoldaş kimi, sizlə bir yol yoldaşını xahiş edirəm. Çox sağ olun. Siz də balaca xatir edirsiniz mənim zamanımdır. Ancaq bizim zindanlara çox xatirəmiz oldu mənim zamanı. Əlbəttə, Əzmi əlim sizdən çox oldu mənim zindanda eşikdə. Ancaq biz də bir neçə 2 ay olmuşuq. Amma mən icazə edersəz eşikdən bir xatir edeyim və zindanın söhbətini. Ancaq o dostlarımızdakı zindanlarda qollarda bir gədə olsun. Olan bir dənə sağlığına səhvdir. Sağ olun. Mənim Aktaş müəlliməkcəsi. Allah rəhmət eləsin, bir dostumuz var idi, Kərəzdə fot olmuşdu. Bir də mənim səmanı deyir, Allah səlamı eləsin, Salih Kamal. Bərabər getmişdik bunun yasına. Çox olduq, ancaq milləti çox vardı, biz üçümüz getmişdik. İmamla danışırdı orada, məhddə. Asla danışırdı buna. Sonra axırda dedi ki, qoyun mən bir Azəri də danışım. Orada somasa olmuş, çox da güclüdür. Qoyun mən bir Azəri də danışım, bu Azəri yoldaşlarımızda bilsinlər məsələn, mən nə deyirəm ya da. Sanki biz məsələn 5 dəfə bilmirik və ya da bir fazla şey. Hər halda mərasim tutuldu, getdik qəbr üstünə. Qəbr üstündə də tabi ki, məmullar, bura kimin də bastı, o zaman da heç bir həssas dəyər. Hər halda mərasim keçdi, tutuldu, axırda böyle birisi də sağ ollaşaq dostumuzdan gələr. Allah səlamı versin, səhət muamil edişim, ben ona şey yox. Biraz şeroxu deyil, Qəbəstanın əlbəttə axşam vaxtda hamı gedirdi, haylə. Səhət muamilçi başladı fikirlər, yəni ki, o bizim deyili dostlarımızda Qəbəstanların hamı sözlük ki, aldılar, kimdirlər. Qəbir üstündə şeroxuydular, danışırlar, qəbir üstündə görücük fayda edilər. Ancaq səhət muamildə bilisilər, müşahidlər, məsələn, ancaq Qəbristanın kökün oldu əlində, hamının yokdaşlı söhbətə qulaq. Axırda bir oy da mütabili məmur milli marşı oxudular. Cəmaat bizə çox tərəddüd edir, həmən milli marşı oxuyurlar Qəbristan'da. Hər halda milli marşda çox güclü belə təmtəramızı oxuduğunu tuturdu. Allah rəhmət eləsin mənim zamanında. Deydim ya dedi ki, sən Qəbrində laf güclü oxuyacaq. Güclü oxuyasaz Qəbrindən çıxaram, yapışar nəfəsə. Ancaq kaş mən ölərdim, əmanı qalardı. Əmanlar doğrudan doğrusu. Allah rəhmət eləsin. Ancaq əmanımız olmamağı günlərimiz. Cəmimizdə elə doğrudan doğrusu elə duyulur, hiss olur əmanı kimdən. Mən elə həmləşər bu dostların milli marş oxuyanda Allah rəhmət eləsin əmanı. Bu sözü yadıma çıxır. Salih də dedi ki, sən ölməyində ol, biz oxuyacaq. Gələn qalma. Ancaq nə yazıq ki, biz günlərin əmanının qəbrində milli marş oxuyuruq. Bana mən həmləşər milli marş oxuyanda sıxırlar və narahat oluram ki, siz mənim qəbrimizdə oxuyardınız. Əmanında rəhmətli sən silahlarla görürsünüz. Səhən, Rahim Zəhərzadə, Doğuzda, orada bir dostumuz var. Dostların üstünün zehnini var. Allah hamısına rəhmət eləsin. Bir də axırda genə də mən xahiş edirəm. Xahiş edirəm. Acizana bir dənə kiçik qardaş. Xahişən iftiraq nüqtələrinə çox əl qoymayın. Bir daha da mənim tavsiyə yox, nəzərimi deyirəm. Burada cəsarət edim, soyuldaşlara qarşılasın. Azərbaycan milli hərəkəti, Azərbaycan ordusu bu
bəlkə yersiz olur, hamıda mənim. Dostların da intiqadı olsa, ha vaxt desələr, zəhr desələr, harada desələr, gələn bir yol danışaq. Azərbaycan qurtuluşu yalnız bir yoldan keçir, o da təşkil olmalı. Dostlar, xahiş edirəm, hər kim eləyə bilir təşkilatlarına təşkilansın. Eləyən biri o təşkilatlara lütfən dəstək